İbn-i Qayyim Rahimahullahın yanına bir dənə oğlan gəlir. Cavan, Dəd və Dava kitabının, bilirsiniz, o kitabın yazılma səbəbidir o cavan. Gəlirdir ki, şeyx, mən eşq xəstəliyinə tutulmuşam. Yəni, qadına bağlanmışam. Bu bir bəladır. Bunu özüm üçün bəla sayıram. Mənə nəsiyyət edirsən. Mənə nəsiyyət elə. Və əgər mən bundan xilas olmasam, dinimi də, axirətimi də məhv eləyəcəm. Yəni, dünyamı da, axirətimi də məhv eləyəcəm. O mənə məhvə aparacaq. İlk öncə, qardaşlar, vallahi nə deyir? Deyir ki, sənə nəsiyyət eləyirəm ki, Allaha dua elə. Allaha dua elə ki, Allah səni bundan xilas eləsin. Sonra dua barədə olan hədisləri gətirir. Sonra deyir ki, dua eləyəndə də, bax, elə-belə yox, ha. Dua eləməyi də gücləndirməlisən. Yəni, başa salır ona ki, elə dua etmə ki, dil deyir, qəlb başqa yerdədir. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Allah əlləri göydə olan qəlbi bazarda, məna bu hədisdə, qəlbi bazarda, ticarətdə, orada, burada olanın duasını qəbul eləməz. Və gətirir ki, İnna Allaha yuhibbul mulihhinə fid dua. Allah Teala duada yalvar yapış eləməyi xoşlayır. İstəyir ki, Allah Teala sən ona israrla ehtiyacımı bildirəsən ki, ya Rab, bax buna mənim ehtiyacım var. Köməyivə ehtiyacım var. Sən mənə yardım etməsən, mənə yardım eləyən olmayacaq. Musa aleyhissalam o iki qıza kömək eləyəndən sonra, heyvanların sulayandan sonra kesir ağacın kölgəsində oturur, nə deyir? Deyir ki, ey Rəbbim, sənin mənə nazil edəcəyin köməyə ehtiyacım var. Heç kəs mənə sənə kimi kömək eləyə bilməz. Və vallahi Allah elə orada kömək elədi ona. O qızları göndərdi, təzdən gəldilər, onu çağırdı atasının yanına. Ataları da peyğəmbərlərdən idi. Qızın birini verdi ona, onu da yanında işə götürdü. Köməyə bax, dərhal kömək elədi Allah Teala. Alimlər deyirlər ki, burada o oğlanın sual verməkdə ixlaslı olması və İbn-i Qayyim Rahimahullahın cavabda ixlaslı olması o Dərd və Dava kitabının yazılmasının səbəbi oldu. Və demək olar ki, alimlər deyirlər ki, o kitab hər kəsin evində olmalıdır, hər kəs onu oxumalıdır. Onu oxusa, Allahla öz arasını düzəldəcək.